əvvəllər ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti, intensiv yağışlar bəzi bölgələrdə təbii fəlakətə yol açdı. Əlbəttə ki, bunlardan danışdıq, ancaq bəzi bölgələrdə də infrastrukturun zəif nöqtələrini ön plana çıxardı. Bu problemlərdən biri də Cəlilabad rayonunda 14-15 kəndi birləşdirən Qarazəncir-Qarakazımlı Bayxanlı avtomobil yolunda yaşanır. Sakinlərin müraciətini nəzərə alıb, problemi ilə yerindəcə araşdırmağa çalışmışıq. Gəlin izləyək. Qarazəncir-Qarakazımlı Bayxanlı avtomobil yolundayıq. Təxminən 15 kəndi birləşdirən bu mühüm nəqliyyat yolu istismar müddətini artıq başa vurduğundan bəzi kəndlərin ərazisində bu cür keçilməz çala-çuxurlar əmələ gəlmişdir. Sakinlərin sözlərinə görə xüsusən nəqliyyat vasitələri gecə saatlarında hərəkətdə olarkən qəza riski ilə üz-üzə qalırlar. Təxminən 34 kilometr uzunluğa malik, rayon mərkəzindən 35-40 kilometr məsafəyə qədər uzanan bu yol hər gün minlərlə insanın istifadə etdiyi əsas nəqliyyat xətlərindən biridir. Lakin hazırda yolun texniki vəziyyəti ciddi narahatlıq doğurur. 13 il əvvəl istifadəyə verilən yolda aramsız yağıntılardan sonra yaranan iri çökəkliklər, dərin çalalar və keyfiyyətsiz aparılmış yamaq işləri sürücülər üçün təhlükəli maneələr yaradır. Bayxanlıdır, qabaq çatlardır, tez-tez gəlib gedirəm bura, təsərrüfatla məşğul edir. Yollar çəkilib, amma yollar bərbad günündədir. Dərin çuxurlar var, maşınlarımızı 2 gündən bir, 3 gündən bir üstüyə aparırıq, çatdıra bilmirik, əziyyət çəkirik yollarla bağlı. 3-5 gün bundan qabaq arxada qaza olmuşdu, ölümlə nəticələnən qaza olmuşdu, arxa çatda, çuxurların uzbatından olmuşdu hamısı. Xəstəxanada hətta qəfildən dağlıq ərazidə stresiyyat çıxır qarşımıza, yığışdıra bilmirik maşınları, əziyyət çəkirik. Son vaxtlar uçqunlar əmələ gəlib bəzi yerlərində, texnika vasitələrində idarə eləyəndə bəzi yerlərdə, məsələn, qəzalı yerlər vardı. Ümumiyyətlə bir təcil işlərimiz olanda bizdə biraz vəziyyət pis olur, təcil yardım gəlmək istəmir. Yağış yağanda biraz da çətin olur, gəlir qonaq maşınlar rastları, beləncə bu formada vəziyyət biraz çətin olur. Təmir olunsa yaxşı olar. Sakinlər onu da bildirirlər ki, yolun tikintisi zamanı keyfiyyət standartlarına tam əməl olunmuyor. Nəticədə qısa müddət ərzində örtük deformasiyaya uğrayıb və hazırki acınacaqlı vəziyyət yaranıb. Yolun Əliqasımlı və Bədirli kəndlərindən keçən hissəsində vəziyyət daha da ağırdır. Asfalt örtüyündə əmələ gələn dalğavari səth nəqliyyat vasitələrinin hərəkətini demək olar ki, mümkünsüz edir. Bu isə həm vaxt itkisinə, həm də tez-tez baş verən texniki nasazlıqlara səbəb olur. Təmir şeydə təsadüf halında bir çalo, 2 çalo məsələn çalalara tükəylə hindurca bərbad halındadır, həddən artıq sürməlidir, baş ödür. Qəti sürməlidir. Olaydı nə adamın xəstəsi olaydı. Ondan falan oluyor, gecələr vəbşi mümkündür. Məsələ ilə bağlı sözügedən yolun mövcud texniki vəziyyəti, eləcə də bərpa və ya əsaslı təmir işlərinin aparılıb-aparılmayacağı ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, son yağışlardan sonra yol örtüyündə müəyyən problemlər yaranıb və yaxın günlərdə yol boyu cari təmir işlərinin aparılması nəzərdə tutulur. Qeyd eləyək ki, sakinlər bu məsələ ilə bağlı ilk dəfə deyil ki, mediaya müraciət edirlər. Daha əvvəl də səsləndirilən problemlərə baxmayaraq, indiyədək konkret və effektiv addımlar atılmayıb. Yerli əhali ümid eləyir ki, aidiyyəti qurumlar bu dəfə məsuliyyətli mövqe nümayiş etdirərək problemin həlli istiqamətində təxirə salınmaz tədbirlər görəcək.